Salam, hər vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə subbakalavr kimi, yəni imtahansız qəbul olmaq istəyən şəxslərin qeydiyyatı aktiv edilmişdi və əvvəlki videoda mən necə qeyddən keçmək lazım olduğunu göstərmişdim və bəzi subbakalavrlarda problemlər çıxmışdı qeyd zamanı. O problemlərdən biri ekrana bu yazının gəlməsi, yəni şəxsi kabinetin parolu yeniləməklə bağlıdır. Əgər sizin də qeyddən keçəndə ekranda belə bir yazı gəlirsə, ilk öncə namizəd Dimqova saytına daxil olur. Daha sonra burada görürsünüz 3 xətt var. 3 xəttin üzərindən vurur. Və burada şəxs kabineti yazılıb. Şəxs kabineti yazısının üzərindən vururuq və giriş hissəsinə daxil oluruq. Burada bizdə istifadəçi adı, yəni FIN kod soruşur. Köhnə şəxsiyyət vəsiqələrindən FIN kod buradakı son 8 rəqəmi ilə 7. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə FIN kod burada qeyd olunmuş identifikasiya nömrəsi, yəni 7 rəqəmli simvoldur. Və biz artıq FIN kod hissəsinə uyğun məlumatımızı yazaq. FIN kodu yazdıqdan sonra davam et düyməsini sıxırıq. Və daha sonra parolumuzu yazırıq. Parol şəxsi kabineti yaradan zaman təyin etdiyimiz paroldur. Həmin parolu yazaq. Və ekranda belə bir yazı gəlir. İndi biz bu bağla xanasını sıxırıq. Və bağla xanasını sıxdıqdan sonra burada görürsünüz parol göstər var. Parol göstər üzərindən vuraq. Və bura artıq yeni parolumuzu yazaq və ən azı 12 simvoldan ibarət olmalıdır. Maksimum 20 simvol yaza bilərsiniz və burada qeyd olunmuş yuxarıdakı simvollardan birini yazmaq lazım. İndi biz müvafiq parol yazaq. Məsələn, siz öz adınızı altdan xətt 2025-2025 yaza bilərsiniz. Yəni bu şəkildə ümumiyyətlə qeyd olunub. Yəni siz də fərqli şəkildə yaza bilərsiniz. Və artıq biz parolun təkrarını yazaq. Daha sonra yadda sala düyməsini sıxaq. Və artıq bizim parolumuz dəyişdi və biz bağla xanasını sıxaraq və biz yenidən Dövlət İmtahan Mərkəzi rəsmi səhifəsinə daxil oluruq. Elə ekrana görürsünüz bakalavriat, subbakalavrın elektron ərizəsi üzərindən vururuq. Və burada bizdən görürsünüz yenə istifadəçi adı soruşur. Bayaq da göstərdim. Biz FIN kodumuzu yazırıq bura və FIN kod yazandan sonra davam et düyməsini sıxırıq. Və davam et düyməsini sıxaq. Və daha sonra parolumuzu yazırıq. Yəni bura bayaq yazdığımız yeni parol. Və ekranda görürsünüz sizin artıq burada məlumatlarınız qeyd olmuşdur. Adınız, soyadınız, bitirdiyiniz ixtisas, orta balınız və orta ixtisas balınız və burada siz artıq ərizənizi təsdiq edə bilərsiniz. Orta balınız qeyd olunmuşdur. Və burada bəzən abituriyentlər soruşur ki, yadda sala düyməsini sıxıb sonra təsdiq etsəm olarmı? Bəli, o problem yoxdur. Yadda saxlayıb təsdiq edə bilərsiniz, yaxud da elə birbaş təsdiq də edə bilərsiniz. Yəni burada hər hansı problem yoxdur. Əsas olaraq təsdiq et düyməsini sıxır. Və indi biz təsdiq et düyməsini sıxaq. Və görürsünüz burada artıq yazdı. Əməliyyat başa çatdı. Bağla xanasını sıxırıq. Və artıq bizim ərizəmiz təsdiq olundu. Təsdiq olunduğu tarix görürsünüz yazır. 15.05.19.49 və bunu çap et düyməsinin üzərindən vurub baxa da bilərsiniz. Yəni belə problem yoxdur. Və çap et düyməsini sıxdıqdan sonra ekranda belə bir şəkil gəlir və artıq burada yenə də görürsünüz ərizəmizin təsdiq olunduğu öz əksini tapmışdı. Yəni bu şəkildə siz ərizənizi təsdiq edə bilərsiniz və xatırladım ki 10 iyula qədər sizin vaxtınız var. O vaxta qədər ərizəni təsdiq edə bilərsiniz və subbakalavrların kodlaşması, yəni ixtisas seçimi 11-ci siniflərlə bərabər həyata keçiriləcək. Təxminən avqust ayında olacaq. Dəqiq tarixlər Dövlət İmtahan Mərkəzi tərəfindən elan ediləcək.